Qardaş, bir daha başqa bir sual vermək istəyirəm. Əlhamdülillah, yəni onlarla hər şey bəlli oldu. İndi yəni sırf heç birini etməyəndən deyək də, məsəl üçün, nə heç bir namazı qılmayan, məsəl üçün, heç bir namazı qılmayan var idi. Onlarla biz müamiləmiz. Biz bayaqlarımız küfürdən yəni danışdıq, sonra etiqaddan deyil, sələf-i minhəzində nəyi demək, nəyi deməmək, kimə olmaq, kimə aydın bəllidir. Yəni, istəyərdim ki, o barədə də elə mən əlhamdülillah, yəni azdan çoxdan, yəni belə bəlli deyil, sadəcə var, biraz bəlli olmayanlara da bəlli olurlar. Bəlkə bizə də qaranlıq məqamlar var, bizim üçün də qaranlıq bəlli olmayan. Ümumiyyətlə, namaz qılmayan, yəni fiqh kitablarında bu hükm-ü tərk-i salah gedir, yəni namazı tərk edən hükmü. Təbii ki, namazı tərk edən hükmü deyəndə bizim dildə biraz başqa cür səslənir. Yəni, tərk edən hükmü, yəni ki, qılıb tərk edən. Yox, bu əslində belə deyil, dəxli yoxdur. Onunla tərk edən. Dəxli yoxdur. Yəni, namazı qılıb tərk edib, yoxsa namaz ümumiyyətlə qılmayıb, söhbət bundan gelmir. İnsan namaz qılmır, dəxli yoxdur. Təkfir edən, lap bir dənə namazı da bilə-bilə tərk etdiyinə görə təkfir eləyir. Yəni, bir insan hal-hazırda namaz qılmır, heç bir şəri üzrü olmadan. Yəni, qadındır, ay başıdır namaz qılmır və s. və ilə axır. Heç bir şəri üzrü olmadan insan namaz qılmır. Bir gün, 2 gün, 1 il, 2 il ümumiyyətlə qılmır, bu önəmli deyil. Fakt qılmır. Bu insanın hökmü nədir? Namaz qılmayan hökmü nədir? Və ümumiyyətlə bir şey deyim ki, sələf, əhl-i-sünnə alimləri icma eləyib bu məsələdə ki, bir şəxs namazın vacibliyini inkar eləsə və ya orucun və ya zəkatın ümumiyyətlə şəriətdə etiqad edilməsi zəruri olan məsələlərdən hər hansı birini inkar etsə və onun bu inkarı cəhalətə dayanmasa, inadına dayansa, o insan kafirdir. Amma etiqad edir, namaz qılmır. Namaz qılmayan, yəni bu halda namaz qılmayan şəxs kimdir? Bu məsələdə alimlərin 2 dənə rəyi var. Sələflərdən, əhl-i-sünnətin alimlərindən bəziləri deyiblər ki, namaz qılmayan müsəlmandır və bəziləri deyiblər ki, namaz qılmayan, namaz qılmadığına görə təkfir edilir və o kafirdir. Məsələn, Əbu Hanifə rəhməhullah, amma cümhur uləmanın rəyi, yəni alimlərin çoxluğunun rəyi odur ki, namaz qılmayan kafir deyil. Alimlərin çoxluğunun rəyi budur. Məsələn, Əbu Hanifə rəhməhullah və ümumiyyətlə Hənəfi məzhəbində olan alimlər, böyük fəqihlər və müctəhidlər, Əbu Yusuf, Muhammed Şeybani, İmam Zufər, Əbu Davud Ət-Tayi, İmam Tahavi, İmam Alusi, Aliyyul Qari və qeyriləri. Həmçinin İmam Məlik və Məliki məzhəbində olan alimlər, tutaq ki, İmam Qurtubi, təfsirçi və fəqih İbn Abdülbər və qeyriləri. Və ya İmam Şafi rəhməhullah və Şafi məzhəbinin fəqihləri, İmam Beyhaqi, İmam Muzəni, Suyuti, İbn Həcər, Nəvəvi, İbn Kəthir, İmam Zəhəbi və qeyriləri. Yəni, Hənəfi, Şafi və Məliki üləması bu rəydədir ki, namaz qılmayan və ya qılıb tərk edən, indi bizim dinlə desək, namaz qılmayan kafir deyil. Fəqət Həmbəli alimləri deyiblər ki, namaz qılmayan kafirdir, hamılıqla yox. Həmbəllərin bir qismi. Bir qismi isə deyib kafir deyil. Hətta həmbəllər istərində bölünür. O da İmam Əhmədin özündən bu məsələdə 2 rəy gəlir.
bir rəyində usul-i sünnədə namazı tərk edəni təkfir etsə də, tələbəsi Musaddədə yazdığı məktubunda namazı tərk edəni kafir görmüyor. Ona görə Həmbəli alimlərindən böyük fəqihlər olub, Əl-Muğni kitabının müəllifi İbn Qudamə kimi və ya hamıya məruf olan Şeyxülislam İbn Rəcəb kimi və ya Şeyx Muhammed İbn Abdülvahhab kimi Həmbəlilər və qeyriləri namaz tərk edəni kafir görməyiblər. Və İmam Əhmədin o rəyini götürüblər və Həmbəllərin başqaları isə namazı tərk edəni kafir görüb. Ona görə bu məsələdə sual verəndə Şeyx Fovzana, hansı ki Şeyx Fovzan özü namazı tərk edəni kafir görür. Yəni namazı tərk edəni kafir görən alimlərdəndir və bu rəydədir. Və şeyxin özünə sual verəndə ki, şeyx namazı tərk edən nə sayılır? Şeyx Fovzan Hafsahullah buyurur ki, bu məsələdə üləma ixtilaf eləyib və bəzi alimlər təkfir eləyib və bəzi alimlər təkfir eləməyib və gör nə deyir? Fovzan Hafsahullah özü namazı tərk edəni təkfir edir və deyir ki, alimlərin cümhuru, əksəriyyət bu rəydədir ki, namazı qılmayan kafir deyil. Fəqət mən namaz qılmayanı kafir görənlərin rəyindəyəm və bu rəyi daha racih görürəm. Bu fikri bir ixtilafdır və hər iki tərəf də Quran və sünnədən bəzi dəlillərə dayanır və İbn Qeym Rahmanullah bu arada kitabı var, Kitab-ı Salə və Hukm-u Tarikihə, namaz kitabı və onun tərk edən hökmü. Bu o kitabda hər iki tərəfin münaqişəsini, dəlillərini gətirir. Fəqət özü müstəqil rəy verməkdən çəkinir. Və ona görə Saudiya müftisinə Abdüləziz Əli Şeyxə sual verəndə ki, namazı tərk edən hökm barəsində şeyx deyir ki, bu məsələ sadə məsələ deyil və misal gətirir İbn Qeym Rahmehullahın halını. Hansı ki, İbn Qeym Rahmehullah Şəmsüddin, dinin günəşi idi. Alimlər onu belə adlandırırdılar ki, dinin günəşi. Elmdə o cür parlaq idi. Şəmsüddin. Təsəvvürlə. Kitab yazıb müstəqil namaz tərk edən hökm barəsində və hər iki tərəfin dəlilləri və münaqişələrini gətirir. Və bu məsələnin hər yönünü bilir və özü müstəqil ortaya rəy qoymaqdan çəkinib və Abdüləziz Əli Şeyx deyir ki, görün, məsələ necə ciddidir. Hətta İbn Qeym müstəqil rəy deməkdən çəkinib və hər iki tərəf də bəzi dəlillərə dayanır. O dəlillərdən biri söhbət gedir namazı tərk edəni kafir görənlərdən. Namazı tərk edəni kafir görən alimlər Quran və sünnədən bəzi ayələrə dəlil gətiriblər. Məsələn, Qurandan bu ayəni dəlil gətiriblər ki, mən sələqəkum fi saqar, sizi saqara, yəni cəhənnəmə nə saldı, onlar deyəcəklər ki, ləm yəkun minəl musallin, biz namaz qılanlardan deyildik. Və deyiblər ki, deməli, onların namaz qılmamaları cəhənnəmə girmələrinə səbəbdir və hədislərdən bəzi hədisləri dəlil gətiriblər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kişi ilə küfür və ya şirk arasında səd namazdır. Kim onu qılmasa, küfr etmiş olar. Və s. və ilə axır. Və namazı tərk edəni kafir görməyən alimlər də təbii ki, öz növbələrində təkfir edənlərin gətirdiyi bu ayələrə və bu hədislərə cavab veriblər. Deyiblər ki, məsələn, ayədən məqsəd bu deyil, belədir. Və hədisdə ki, namazı tərk edən küfr edər, orada küfür böyük küfür deyil, kiçik küfürdür. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, mən hələfə li qeyrillah fəqəd əşraq, kim Allahdan qeyrisinə and etsə, o şirk etdi, o demək deyil ki, müşrik oldu. Çünki kiçik şirkdir. Hər bir halda onlar da öz növbəsində bəzi dəlillərə dayanıblar və bu fikri bir ixtilafdır. Ona görə kimsə namazı tərk edəni kafir görürsə, o namazı qılmayanı təkfir etməsi ilə xavaric olmaz və ya kimsə namazı tərk edəni təkfir etmirsə,
o da təkfir etməməsi ilə murciə olmaz. Çünki bu ixtilaf əhl-i sünnənin öz arasında olan ixtilafdır. Yəni, alimlərdən gibi söhbət. Bu əhl-i sünnətin öz arasında olan ixtilafdır. Və əhl-i sünnə ilə bidət əhli, murciələr və zəlalət əhli, xavariclər arasında olan ixtilaf deyil. Qardaş, bir sual verin. Bəyək siz dediniz ki, namaz qılmayan kafir deyil də, belə bir ifadə işlətdiniz. Dedim ki, alimlər bu məsələdə iki rəyə bölünüb, bəziləri belə deyib, bəziləri belə. İndi biz hansı rəyə baxaq? Mən insanlara... Əgər o mən baş əydim, Allaha baş əymırsa, namaz qılmırsa... Yox, bu məsələyə emosiya ilə yanaşmaqdır. Mən baş əydiyimi... Yox, namaz qılmırsa... Səbillə axı. Əgər bir insan Allah bir insan namaz qılır, oruç tutmursa, o da Allahın əmrinə baş əymədi. İndi mən deyim ki, o necə olur ki, Allahın Qurandakı əmrinə əməlləmədi, kafirdir, məsələn. Və mən deyim ki, bir insan namaz qılır, zəkat vermir. Quranda demək olar ki, 100-ə yaxın ayədə namazla bərabər zəkat verin. Hətta bəzi alimlər deyib ki, Allah Azza və Cəllə Quranda zəkatı namazdan ayırmayıb. Və aqimussələ və atüzzəkə. Və aqimussələ və atüzzəkə. Namaz qılın, zəkat verin. İndi deyim ki, zəkat vermədi, kafir mi oldu? Yəni, bu məsələyə təbii ki, emosiya ilə yanaşmaqdır. Və bu hökm məsələsidirsə, mən burada heç bir insana deyə bilmərəm ki, filan rəisiz. Təbii ki, deyə bilmərəm. Amma mən deyə bilərəm ki, məsələyə elmi yanaş. Belə yox ki, bu mənə daha uyğun gəlir, mənim nəfsimə belə xoşdur, dəxli yoxdur hansı rəydir. Amma öz rəyimi soruşsan ki, sən hansı rəydəsən, mən namazı tərk edəni ki, kafir görmürlər, o alimlərin rəyi bu məsələdə daha haqlı bilirəm. Haqlıdır. Namazı tərk edəni kafir görməyən alimlərin rəyini bu məsələdə daha haqlı bilirəm. Və mən cümhur uləmanın rəyindəyəm. Hansı ki, alimlərin əksəriyyəti bu rəydə olur. Yox, qardaş, siz onun bir şey baş salın, bu dində biraz təzədir, bunu sağ məsələ bilirsiniz, biraz umumi qayda, bir var fərdi, onun bir. Bir dənə deyək də, namazı qılmayan deyiləndə, qardaşım, bir dənə başqa cür söhbət. Namaz qılmayan adam nə cür məsələn, adam var ki, namazı qılmır, bütün küfr içində. Axı, bir dənə üzr istəyirəm, axı. Ya mən başa düşmürəm, ya mən danışdıqlarım başa düşmür. Başa düşmür. Ya da ki, üzr istəyirəm. Sakit olan bir verir. Sakitliyə rəyət edəndə verir. Baxın, axı, bu bilsiz nədəndir, qardaşlar? Bu kitab oxumamazlığın nəticəsidir. Bu kitab oxumamazlığın nəticəsidir. Və bu nəsiyyətdir yalnız, nəsiyyət edirəm. Ən birinci öz nəfsimədir. Bax, axı, biz küfürdən danışmırıq. Yəni, biz bir insanın şirk küfür etməsindən biz mücərrəd olaraq namazı tərk edəndən danışırıq. Namaz qılmayandan danışırıq. Məsələn, bir insan deyir ki, bir insandır, qardaş, namaz qılmır. Məsələn, dinə istehza eləyir. Allah subhanət Allah söyür. Məsələn, gedir filan dağ üçün onun adını çəkib qurban kəsir. Deyirəm, qardaş, sən namazı tərk edən hökmünü soruşmursan. Sən məndən 10 dənə şeyin hökmünü soruşur. Biz bu şeylərdən danışmırıq. Biz danışırıq namaz qılmayan. Bir insan namaz qılmır. Namaz qılmadığına görə, baxa, mən demədim, gedib pirdə qurban kəsdiyinə görə. Mən dedim ki, namaz qılmadığına görə, kafir deyə yox. Söhbət budur. Amma sən deyirsən ki, bu insan, tutaq ki, filan küfürlü falan, biz artıq namazı tərk edənin hökmü nədir? Bu mövzunu qoyduq qırağa. Özü biz başqa mövzudan gələk danışaq. Biz danışırıq, bir insan namaz qılmadığına görə təkfir edilir ya yox. Yəni, məsələn, bir insan tutaq ki, niyə görə mən bunu dedim? Bir insan, namaz qılan bir insan, fərz edəyək, Quran-ı Kərimi cırıb, yəni bilir ki, bu Qurandır, zibilliyə atsa, o insan kafir deyə yox. Kafirdir. Axı, namaz qılır. Deməli, biz artıq burada namazdan danışmadıq. Biz danışdıq Quranı cırmağın hökmünədir. Biz bundan danışmırıq. Biz danışırıq namazı tərk etdiyinə görə. Namaz qılmır. Bu əməlinə görə. Məsələ aydın oldu. Biz bundan danışırıq. Yəni, namaz qılmayan tövhid əhli. Qardaş, namaz qılmayan tövhid əhli ehtiyac yoxdur bu ləfslər. Bu artıq ləfsləri, qardaş, gətirməyə ehtiyac yoxdur. Biz xristiyandan danışmırıq. Biz Yahudidən danışmırıq. Biz müsəlmandan danışırıq.
Təbii ki, istər namaz olsun, istər oruc olsun, istər zəkat olsun. Bütün bu şəri məsələlər kimin üzərindədir? Müsəlmanın yoxsa kafirin? Qutardı. Biz müsəlmandan danışırıq. Biz müsəlmandan danışırıq. Və biz danışırıq, bir insan namaz qılmadığına görə təkfir edilir ya yox. Namaz qılmayan kafir deyə yox. Yəni, məsələ budur. Bu məsələdə mən cümhur uləmanın rəyini daha haqlı bilirəm. Ki, namazı tərk edən kafir deyil. Yəni, namazı olan, olmayan kimsə namaz cənnətə daxil ola bilər, yoxsa ki... Bu məsələ, yəni, o alimlər ki, namazı qılmayanı kafir görməyiblər, onlar deyiblər ki, istər namaz qılmayan olsun, istər oruç tutmayan olsun, istər yəni fərzləri yerinə yetirməyən və istər böyük günahları edən, yəni şirk və ya küfür deyilsə, hansı ki, onu dindən çıxaran, o Allahın istəyi altındadır. Allah Azza və Cəllə istəsə əff eləyər, rəhməti ilə cənnətinə salar və dəlil gətiriblər bitaq hadisini, hansı ki, qiyamət günü bir şəxs gətiriləcək, 99 sicili olacaq. Yəni, günahlarla dolu 99 əməl dəftəri. Və hər dəftər gözünün gördüyü son həddəcəndir. Sağ tərəfdə bir dənə səhifə belə yoxdur. Bir dənə səhifə belə yoxdur. Yəni, insanın bir dənə əməli yoxdur. Namaz, oru, heç nə yoxdur. Və tərəziyə qoyulanda bu tərəfə bir kağız atılar və açıb baxarlar ki, la iləhə illallah. Və Allah Azza və Cəllə rəhməti ilə onu əff eləyər, cəhənnəmə girmədən cənnətə girər. Və ona görə bu alimlər deyiblər ki, bu cür insan Allah Azza və Cəllənin istəyi altındadır. Birinci bu ayəyə görə İnna Allaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Kim Allaha şərik qoşarsa, Allah onu bağışlamaz. Bundan başqa günahları istədiyinə bağışlayar və deyiblər ki, belə bir insan Allahın istəyi altındadır. Və onlar deyiblər ki, bu insan iki haldadır axirətdə. Ya ola bilər, Allah Azza və Cəllə onu rəhməti ilə əff eləyər, cəhənnəmə girmədən birbaşa cənnətə girər, dəlil gətiriblər bu bitaq hədisini. İkinci də, ola bilər cəhənnəmə girsin və sonra əzab çəkib, Allah Subhanahu taala cənnətinə salsın. Onda da gətiriblər Əbu Said Əl-Xudrinin şəfaət hədisini. Hansı ki, hədisdə gəlir, axırda namaz qılanları çıxaracaqlar, ən axırlarda. Sonra cəhənnəmdən elə qism insan çıxacaq ki, namaz qılmayanlardır. Yəni, orada artıq namaz qılanlar, namaz qılanlar gəlir. Çünki hədisdə gəlir ki, möminlər deyərlər ki, qardaşlarımız cəhənnəmdədir, hansı ki, bizimlə birlikdə namaz qılırdılar. Və bu hədisdən, bu ləfsdən görünür ki, onlar namaz qılanlar idi. Cəhənnəmdə namaz qılanlar. Gedib onları çıxararlar. Və sonra növbəti dəfə gedəndə artıq namaz qılmayanlar. Yəni, artıq orada namaz ləfsi gəlmir. Fəqət qəlbində xardal dənəsi qədər imanı olan möminlər çıxararlar. Və ən sonda mələklərin, möminlərin, peyğəmbərlərin şəfaətindən sonra qalar Ərhəmur Rahimin. Rəhm edənlərin ən rəhimlisi olan Allahın şəfaəti, hansı ki, Allah Azza və Cəllə cəhənnəmdə yanıb kül olmuş وَلَمْ يَعْمَلْ لِلَّهِ خَيْرًا قَطْ Allah üçün heç bir əməl etməyən bir zümrəni çıxarar və rəhməti ilə bağışlayıb cənnətlə salar. Və bu Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisidir. Və bu Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisidir. Əgər kim bu hədislərə qarşı üzünü turşudursa, Allah Rasulunun sünnətinə qarşı çıxan şəxsdir. Bu Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərdir. Və bu hədislərin səhliyində bütün hədislər ittifaq edir. Bütün alimlər ittifaq edib bu hədislərin səhliyində. Ki,
Allah Azza və Cəllə hədisi təkrarlayıram. Şəfaət hədisini. Möminlər deyəcəklər ki, yaxşı, bu söz kimin sözüdür? Əlinin sözüdür, Vasifin sözüdür, Muhammed sallallahu aleyhi və alihi və səlləmin sözüdür. Allah Azza və Cəllə buyurur, ey iman edənlər, Allah və Rasulunun sözünün qabağına söz gətirməyin. Şeyx İbn Hüseymin deyir, üzr istəyirəm, düzdür, bu ayə də var, mən başqa ayəni demək istəyirdim. Ya eyyuhəllezine amenu, la tərfa'u asfatakum fawqa savtin nəbi. Ey iman edənlər, Allah Rasulunun səsindən səsinizi yuxarı qaldırmayın. İbn Hüseymin deyir ki, bu ayənin aktuallığı hökmü qüvvədən düşmüyor. Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında onun səsindən səsini yuxarı qaldıranlar bu ayənin hökmünə girirdilərsə, vəfatından da sonra sünnətinə qarşı səsini qaldıranlar da əmin ayənin hökmündədir. Və möminlər deyəcəklər, dua eləyəcəklər, bu möminlərin şəfaatidir. Ki, ya Rab, bizim qardaşlarımız oradadır, hansı ki namaz qılanlar cəhənnəmdədir. Bizimlə birlikdə namaz qılırdılar, oruç tuturdular. Allah Azza və Cəllə icazə verəcək onları çıxartmağı. Və bir neçə dəfə möminlər cəhənnəmə girib gələcəklər. Və ən axırıncı gedəndə orada namaz qılanlar ləfsi gəlmir. Hədisdə gəlir ki, qəlbində xardal bilirsiniz nədir? Yəni, hətta hədisin axırında gəlir ki, xardal da gəlmir. Gəlir yarım xardal. Ən axırda bilirsiniz nə olacaq? Zərrə bilirsiniz nədir? Bu atom zərrəsi olur, gözə də görünmür. Toz var, tozdan da oyanası. Qəlbində zərrə qədər imanı olanı Allah Azza və Cəllə icazə verəcək oradan çıxarmağa. Möminlərin şəfaati ilə, mələklərin, peyğəmbərlərin şəfaati ilə çıxacaqlar. Və Allah Azza və Cəllə deyəcək. Hədisdə gəlir ki, hər kəs şəfaat edəndən sonra qalacaq rəhm edənlərin ən rəhimlisi olan Allahın şəfaati. Və Allah Azza və Cəllə cəhənnəmdə ləm ya'məl lilləhi xayran qat Allah üçün heç bir əməl etməyən və yanıb kül olmuş bir zümrəni çıxaracaq və boyunlarında boyunbaq olacaq ki, Allahın azablıları və utanacaqlar ondan. Allahın rəhməti ilə o da onlardan götürüləcək. Və kim Allahın rəhmətinə səs sala bilər? İbn-i Qeym Rahmanullah deyir, xavaricilərdən danışanlar. Deyir, o tayfa Allah Azza və Cəllərin rəhmətinə sədd çəkmək istəyən tayfadır. Sələfdən, diqqətlə dinləyin, baxma ki, bu rəy məqbul rəy deyil. Sələfi alimlərdən bəzi alimlər olur. Baxın ha, bilətçilərdən demirəm. Sələfin günəşlərindən, hansı ki, yəni, sələfin qaymaqları, alimlər olub ki, deyiblər, cəhənnəm fanidir. Cəhənnəm ən axırda fani olacaq, əbədi deyil. Sələfdən deyiblər. Bu rəy məqbul deyil. Bu rəy mərcuh rəydir. Rədd olunur. Quran və sünnəyə müxalifdir. Biz bundan danışmırıq. Biz ondan danışırıq ki, baxın, bu sözü deyən alim sələfin cahili deyil. Sələfin alləməsidir. Yaxşı, onu bu sözü deməyə vadər edən nədir? Allah Azza və Cəllənin sonu görünməyən geniş rəhmətinə valih olması. O deyib ki, hətta cəhənnəm Allah Azza və Cəllənin rəhməti qarşısında acizdir. Xəta eləyib. Amma xətası gör biz xətası. Hətta baxma ki, alim xəta eləyib. Hətta xətasın biz danışanda insanda başqa cür bir reaksiya olur ki, gör hətta insan alimlə də xətaya düşür. Allahın rəhməti onu hansı xətaya aparıb çıxarır. Baxma ki, məqbul rəy deyil. Təkrarlayıram. Quran və sünnəyə müxalif batil rəydir. Söhbət ondan gedir. Söhbət ondan gedir ki, alimin bu rəyi deməyə sövq edən nədir? Allahın rəhməti. Bu namazı tərk edəni kafir görməyənlər dəllidir. Yaxşı,
Amma qaldı ki, biz əməl etməli deyilik. Yox. Söhbət ondan gelmir. Söhbət ondan gedir ki, bu uxravi məsələlərdir. Biz uxravi məsələlər barədə hökm vermirik. Kim cənnətə girmədən, cəhənnəmə girmədən cənnətə girəcək? Kim cəhənnəmdə əzab çəkəndən sonra cənnətə girəcək? Biz niyə görə əməl edirik? Biz birincisi ona görə əməl edirik ki, yəni bu söz ki var, onda əməlləməyir. Bu sözü təbii ki, yəni cahil insan deyər. Baxın, o alimlər ki, burayda olublar, diqqətlə dinləyin. O alimlər ki, burayda olublar, ha, yəni hansı ki, yəni namazı tərk edən kafir görməyiblər. Onlar özlər əməl məsələsində hamımızdan güclü olublar. Namazı tərk edəni kafir görənlərdən də güclü olublar əməldə. Əməldə onlara çatan olmuyor. Kim İmam Malikə çatıb əməldə və ya Şafiyə? Nə olsun namaz tərk edən kafir görmüyor? Hə? Söhbət əməl, biz niyə görə əməlləyirik? Bu sələfin etiqadıdır ki, biz qorxu və ümid arasında yaşayırıq. Biz xavariclər kimi qorxu içərisində, murciyələr kimi, sufilər kimi ümid içərisində yaşamırıq. Biz qorxu və ümid, xof və rəca içərisində ortasındayıq biz. Bu sələf hər şeydə orta olduğu bunda da biz əməlləyirik. İlləl-ləzīnə əmənu və amilu salihət. O kəslər ki, iman edib, salih işlər görərlər. Biz əməl edirik, vuruşuruq, çalışırıq. Nəyə görə? Peyğəmbər sallallahu aleyhi ve sellem bu hadisinə görə. Hətta yarım xurmana da olsa özünü cəhənnəmdən qurtar. Hətta yarım xurmana da olsa. Biz buna çalışırıq. Əməl. Ki, ən birinci Allah Rasulunun şəfaətinə nail olaq. Ən birinci o neçə min insan hansı ki, cəhənnəmə hesabsız girəcək, onlardan olaq. O da olmasa, heç olmasa sorğu-sualla bir təhər girək. Cəhənnəmin üzünü görmədən. Sıratdan yaxşı keçək. Əməllərimiz nəyə görədir? Biz insanlar üçün qorxuruq ki, heç olmasa günahları da olsa, heç olmasa cəhənnəmdə əbədi qalmasın. Bu əməllər buna görədir. Biz uxravi məsələlərdən danışmırıq. Kim cənnətə hesabsız girəcək, kim hesab verib girəcək, kimin hesabı ağır olacaq, kim cəhənnəmə girəcək, sonra cəhənnəmdən çıxıb cənnətə. Biz uxravi, biz bilmirik. Bu Allahu a'ləm. Allahu a'ləm və a'lə. Allah ucadır və ən doğrusunu biləndir. Biz fəqət deyirik ki, Allah azza və cələ rəhməti bu cür genişdir və bax, bu cür insanlar olacaq. Adi bir də misal deyim. Əməl. Baxın. İbn Əbil-İz Tahavin şərhində məsələn ki, gözəl şərhliyir. Baxın. Hələ məsələ əməl edib etməmək məsələsi deyil. Ola bilər insan dağ boyda əməlliyə qiyamət günü üzü aşağı cəhənnəmə girər. Yəni məsələ tək əməldirmi? Yox. Hələn biz məsələləri qəlbə qaytarsaq ki, əməllər niyyətlərə görədir, ixlas və s. ortaya başqa şeylər çıxacaq. Yəni söhbət əməl söhbətidirsə, yaxşı. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Hədisi Müslim rəvayət eləyir. Buyurur. 3 şəxsdən danışır Allah Rasulü qiyamət günü. Allah yolunda döyüşən mücahid, gözəl Quran oxuyan qari, elm əhli və malını Allah yolunda xərcləyən şəxs. Üçü də cəhənnəmə girəcək. Mücahid cəhənnəmə girəcək. Gözəl Quran qarisi cəhənnəmə üzü aşağı, üzü yerinə sürtlənərək cəhənnəmə girəcək. Üzü atılacaq. Öz başına yuxarı tutub atılacaq. Əməl. Məsələnin əməl məsələsi deyil. Əməllədim, qurtaldım. Bu dəlildir ki, sələfin etiqadından bir xəbəri. Sual. Kim öz əməli ilə cənnətə girəcək? Heç kəs. Bunu beynimizə salın. Heç kəs öz əməli ilə cənnətə girmir. Bu sələfin etiqadıdır. Hər kəs Allahın rəhməti ilə cənnətə girir. Əməlimizə qalsa və biz əməlimizə qalsa, hesabı qalsa, biz cənnətlik deyilik. Günahlarımızı onun müqabilində qoysaq. Biz Allahın rəhmətinə ümid bağlamışıq, əməlimizə yox. Allahu akbar kəbirən.
Bəd əməllərimiz Allahın rəhmətini qazanmaq üçün bir vasitədir. Və fikir verəndə bu hadisə üzü aşağı cəhənnəmə girəcəklər. Hansı ki, əməl deyiblər. Niyə görə? Allah subhanət hələ deyəcək ona. Deyəcək ki, sən nə üçün vuruşdun? Nə üçün Quran oxudun? Nə üçün xərclədin? Deyəcək ki, sənin üçün. Allah azə və cəllə buyuracaq, yalan danışdın. Sən etdin ki, sənə desinlər gözəl qarisən, cömərtsən, maşallah vuruşansan, get gir cəhənnəm. Hədis səhiyyidir Müslimdə. Əməl kifayətdirmi? İnnəməl ə'malı bin niyyət. Əməllər niyyətləri görə. Ona görə ixlas. Allah azə və cəllə ayədə nə buyurur? Fikir ver ayə. وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُ اللّٰهَ مُخْلِسِينَ لَهُ الدِّينَ. Ayən ləfsi tərcüməsini eləyim. Allah sizə ibadəti əmirləmir. Ayən ləfsi tərcüməsini deyirəm. وَمَا أُمِرُوا. Allah sizə əmirləmir. Allah sizə ibadəti əmirləmir. Hansı ibadəti? Hansı ki ona xalis şəkildə olmayıb. O ibadəti sizə əmirləmir. Allahın əmrlədiyi ibadət, ona görə ibadətin əsli nəyə qayıdır? Qəlbə. Ona görə iman əsli odur. Ona görə Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, qəlbdə bir ət parçası var. Əgər o salamat olsa, bütün bədən salamat olar. Və izə fəsədəl cəsədə kullu. Və o ifsad olsa, bütün cəsəd ifsad olar. Ələ və hiyəl qalb. Diqqətlin, o qəlbdir. Ələ və hiyəl qalb. Diqqətlin, o qəlbdir. Ona görə insan birinci qəlbini islahdan başlamalıdır ki, əməlləri də islah olsun. Və ixlas elə bir şeydir ki, dağ boyda əməl edərsən. Qəlbindəki riyaya görə əməlin olar heç. Və kiçik bir əməl edərsən ixlasına görə, dağ boyda qabağa çıxar. Kiçik əməlləri böyüdən və böyük əməlləri kiçildən niyyətdir. Nə üçün bidət əhlinin əməlləri qiyamət günü çırpılacaq sifətlərinə? Etiqadlarına görə. Batil etiqadlarına görə əməlləri məqbul deyil. Və xülasə, Peyğəmbər sallallahu aleyhi və sələm bir hədisi Abu Davud Sünənində rəvat elədi, həsən hədislərdəndir. İki şəxsin müqayisəsinə fikir verir. Və sonra Allah azə və cəllə rəhmətinə baxın. Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, əvvəlki ümmətlərdən iki şəxs var idi. İki qardaş. Biri günah üzərində müctəhid idi. Günah üzərində çalışqan. Bizim dillərcən vurub sən idi, kef qom. Kef əhli. Günü zina ilə və s. Yəni bunun başı ayılmırdı. Belə deyək. Yəni asi, Allah azza və cəlləyə qarşı asi, günah əhli biri. İkinci, ibadət üzərində müctəhid, çalışqan, həssas. Və həmin abid, yəni bizim dildə dediyimiz abid. İbadət əhli. Güclü ibadət əhli. Bir gün onun günah üstündə tutur və deyir ki, etmə, nəsiyyət eləyir. İkinci dəfə günah üstündə tutur, deyir, etmə, nəsiyyət eləyir. O da deyir ki, məni burax, yəni, Allah elə öz arama, yəni tərk eləməni, qulaq açmır ona. Həmin abid ona hökm verir. Uxravi hökm verir, axirət hökm verir. Gör nə deyir? Deyir ki, vallahi, Allah səni bağışlamayacaq və cənnətinə salmayacaq. Peyğəmbər sallallahu aleyhi və səlləm qiyamət günü bu iki şəxsdən danışır. Hədisi rəvayət edən Abu Hureyrədir, Həsən hədisdir, Abu Davudun Sünənində. İki şəxs gətiriləcək. Allah azza və cəllə birincisi abidə deyəcək. Elmim səndə idi, hardan bilirdin ki, bağışlamayacaq? Qüdrətim səndə idimi ki, gücüm çatmayacaq onu cənnətimə salmağa? Və əmrləyəcək cəhənnəmə salmağı olur. Abidi, gör nə deyəcək? Asi insana deyəcək ki, get, gir cənnətimə rəhmətimlə. Hədisi rəvayət edən Abu Hureyrə nə deyir? Sahabə.
Əbu Hüreyrə deyir ki, o adam bir kəlmə dedi. Hansı ki, o kəlməsi ilə dünyasını və axirətini təmiz məhv elədi. Bir kəlmə insanı cəhənnəmə atdı. Ona görə İbn Əbil-İz Tavin şərhində deyir, insan oturub düşünəndə ki, bir zinakar qadın ayaqqabısının içində bir itə su verməsi ilə Allah onu cənnətə salacaq. İnsan deyir, Allah Azza və Cəllə rəhmət qarşısında dəhşət. Buxari və Müslim rəvayət elədiyi hədislərdəndir. Zinakar qadının heyvana rəhməti ilə. Nə deyirsən buna? Ona görə insan əməlinə güvənməsin. Və bizi cənnətə salan öz əməlimiz olmayacaq. Biz Allah Azza və Cəllə rəhmətinə ümid bəsləyirik və əməl edirik. وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ Və müsəlman olaraq ölün əmrinə görə də əməl üzərində sabitik Allahın rəhməti ilə və dua edirik ki, Allah Azza və Cəllə bizə salih əməl üzərində və sünnət üzərində sabit eləsin. Hər bir halda dediyim məsələ, yəni yenə də deyirəm, təkrarlayıram, dediyim məsələ, hansı ki, namazı tərk edən kafir deyə yox, alimlər arasında ixtilaflı məsələdir. Yəni də təkrarlayıram, bəzi alimlər kafir görür və cümhur uləmə kafir görmür. Və salam. Fəqət o alimlər ki, namaz qılmayanı kafir görməyiblər. Məsələn, İbn Həzim, məsələn, İmam Zəhəbi və qeyrilər, yəni, namaz qılmayanı kafir görməyiblər. Onlar kitablarında deyiblər ki, yəni o alimlər ki, namaz qılmayanı kafir görməyiblər. Dəxli yoxdur, onlara görə namazı qılmaması adam öldürməsindən, zina etməsindən də betərdir. Yəni, zina etməsi, adam öldürməsi ondan yaxşıdır. Yəni, namaz qılmamaq, yəni, şirkdən sonra ən böyük günahlardandır. Baxma ki, təkfirləməyib, amma deyib ki, şirkdən sonra ən böyük günah odur. Hətta insanın zina etməsi və oğurluq eləməsi ondan yaxşıdır. Yəni, nisbətdə, demir, o yaxşı əməldir. Nisbətdə, yəni, namaz qılmaması zina etməsindən, yetim malı yeməsindən betərdir. Çünki ibadət Allahın haqqıdır. Yetim malı yemək isə, yetimin malını ödəmək, yetimin haqqıdır. Sən tutaq ki, yetim malını yirsənsə, yetimin haqqına girirsənsə, Allaha ibadət etməməklə Allah Azza və Cəllənin haqqını ödəmirsən. Və ona görə cəhənnəmə girməyə səbəb olan ən birinci amillərdəndir. Namazı tərkləmək. Namazı tərkləmək ən böyük günahlardandır. Yəni, zinadan, adam öldürməkdən, yetim malı yeməkdən, bütün böyük günahlardan ən böyük günah namaz qılmamaqdır. Misal verərmişsə, günümüzdə olan bu. Və cəhənnəmə girməyə ən birinci səbəbdir. Və Allah Azza və Cəllənin ən birinci soruşacağı əməldir. Necə hədisdə gəlir ki, ən birinci namazdan soruşacaq və ondan sonraki sorğu-sual namazına görə olacaq. Aydındır? Ona görə hətta qiyamət günü olan sorğu-sual belə namaza bağlıdır. Və ən birinci soruşulacaq sual da namazdır. Ona görə namaz dinin dirəyidir və İslamın asarıdır. Və Allah Azza və Cəllənin şəhadət ləfsindən sonra əmr etdiyi ən böyük fərzdir. Və Allah Azza və Cəlləyə qarşı şirkdən sonra ən böyük asilidir. Fəqət alimlər ixtilaf ediblər hökmündə. Tərk eləyən bu dünyada kafir deyə yox. Qutardı. Bundan söhbət gedir. Əgər axı, əgər. Deyir, elm əhli unuturlar. Deyirlər ki, o elm əhli dövlətə işləyir. O elm əhli haqqı düzgün. Bu başqa sualdır. Buyur, söz bitmir. Söz bitmir. Tamam. Deyir, o yetkinlik olaraq ibadəsi yoxdursa, kafirdir. O demirəm, o dövlət işləməklə nə əlaqəsi var? Yəni ki, haqqı düzgün demirlər ki. Nə məsələ? Nə məsələ? Nə? Yəni, haqqı demirlər, nə? Ümumi danışmağa çox şeydir. Nə? Ki, yəni ki, kafir hökmü vermir. Hansı məsələdə? Allah hökmü ilə məşğul edən məhz onlar kafir vermirsə, boş ver. Yaxşı. Onda şafi dövləti işləyirdi. Qardaş, mən demirəm sənə. Mən demirəm sənə, mən demirəm burada 4 nəfərik. Yox, mən qardaşla bir şey demirəm.
Asif buraydadır, Vasif buraydadır, Əli buraydadır, Vəli buraydadır. Mən deyirəm ki, Abu Hanifə buraydadır, Şafi buraydadır, Məlik buraydadır. Problemdir ki, Şafi də qoyur problemi. Məndən niyə yapışmışsan? Sənə demirəm. Yəni, o sözü deyənə deyirəm. O söz deyənlər. Yəni, gör, təfəkkürə bax. Adam düzdür, canı yanır ki, gör, insan necə formalaşır. Yenə də problem nədir? Bu insan, vallahi, necə Şeyx Albani sözü var, deyir, biz bu insanların şəxsiyyəti barəsində pisləndə deyil. İnsandır. Ola bilər, özünə görə bir oğlandır, necə deyirlər. Şəxsiyyəti barəsində pislənliyimiz yoxdur, Albani deyir. Bizim onlar barəsində olan pislənliyimiz elmləri barəsindədir. Cahildirlər. Bu cür insanlar ömürlərində bir dəfə kitab almayıblar, əllərinə. Bu insanlar elmin dadını yox, iyini bilmirlər nədir. Bu insanlar cahildirlər. Cahil. Qutardı cahil. Mən başqa şey demirəm. Yəni, ən sadəsini deyirəm, elmdə cahildir. Mən demirəm fitnəkar və s. demirəm. Cahil. Bu insan fiqhdən demirəm elmi, fiqhdən bəsit, uşaq anlayışı ilə bir anlayışı olsaydı, bu insan ömründə bir dəfə fiqh kitabı açıb oxusaydı, bu insan görərdi ki, bu məsələdə alimlərin iki rəyi var, o boyda alimlər deyib ki, namazı tərk edən kafir deyil, bu insan heç vaxt dilini açıb, deyə bilməzdi bu sözü. Bu insan bunu niyə görə deyir? Bax, mən sizə deyim. Bu insana çatdırıblar ki, bu insana belə çatdırıblar. Bu insana çatdırıblar ki, deməli, namaz qılmayan kafirdir və bütün alimlər bunu da icmaliyib və bugünkü tələbələr bunu gizlədir. Təbii ki, bu insan demirəm, məni dinlə, onu dinlə, bunu dinlə. Heç nə. Sən o götürsə bir də fiqh kitabını. İstədiyi fiqh kitabını. Ürəyi istəyən fiqh kitabını. Ad demirəm. Ürəyin istəyən fiqh kitabı. Əlinə götürsə, namazı tərk edənin hökmü bölümünü oxusa, gedib bu sözü onu deyəni dar ağacına çəkər. Ki, bizi niyə Allahdırsan? O gəlib məndən hesab soruşmaz. Əksinə gəlib məndən halallıq istəyər. Ki, qardaş, haqqı var Allah ilə, başıma alladıblar. O gəlib həmin insan dar ağacına çəkər ki, ay, zalım, niyə bizə zülm eləmirsən? Niyə bizə allatmısan? Çox olub belə. İxlasla.com saytı tərəfindən təqdim olundu.